Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Bu müəlliməni tanımıram. Hansı fənni tədris etdiyini də oxumadım. Amma indi bir saytda oxudum ki, əvvəlki sertifikasiya imtahanından kəsilən bu müəllimə bu dəfə 60 baldan 59 bal yığıb. Bu 98-33% nəticə deməkdir. Fantastika. Təbrik edərək uğur diləyirəm. Verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov özünün Facebook hesabında Gəncə şəhər 8 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Ülviyə İsmailovanın təkrar sertifikatlaşdırma imtahanından yüksək nəticə göstərməsini şərh edərkən bildirib. Ona görə bu məsələyə toxundum ki, bu adi bal deyil. Bu, cəmiyyətə bir mesajdır. Əməyin boşa getmədiyinin sübutudur. Sakit, səssiz, şikayətsiz, tənqid etmədən, haqq axtarmadan, sadəcə oturub çalışmaqla da nəyəsə nail olmaq olur. Bax, budur əmək deyilən şeyin tərifi. O dərhal nəticə verməyə bilər. Gecikə bilər. Amma əgər içində səmimiyyət varsa, zəhmət varsa, bir gün öz sözünü deyir.